abidədir. Yaraşırmı? Yaraşmır axı. Burada ana bacı qırılıb gedib. Əgər pul çatmırsa, gəlsinlər pulu özümüz yığaq. Balaca metr yarımlıqda abidə qoyurlar, ildə bir dəfə altını qaldırırlar. Altı qaldırmaq lazım deyil, bu abidənin özünü böyükləşdirmək lazım ki, kənardan çağırsın. Bu, Xocalı şəhərindən olan bir məcburi köçkünün Azərbaycan hakimiyyətindən gileydi. Ancaq nə bu məcburi köçkünün, nə də onun başqa həmvətənlərinin giley güzarı Bakıda Xocalı qurbanlarının xatirəsinə uzaldılan abidənin ölçüləri ilə bitmir. Həmin məcburi köçkünün Xocalı faciəsi zamanı atası itkin düşüb. İki qardaşı, qardaşlarının həyat yoldaşları, onların uşaqları əsir alınıblar. O deyir ki, qardaşları əsirlikdən qayıtdıqdan sonra orada nə baş vermişdisə utandıqlarından bir-birlərinin gözlərinin içinə baxa bilmirlərmiş. Sonradan onların biri intihar edib. O biri isə narkotik maddələrə aludə olduğundan vaxtsız dünyadan köçüb. İndi deməsinə görə onu üzən ağrıdan odur ki, hələ də bitib tükənməyən bütün bu faciələrin müqəssirləri mühakimə olunmayıblar. Bu 1 metr yarımlıq abidəyə isə onların faciəsinin yox, həmin faciəyə verilən dəyərin tərənnümü kimi baxır. Efirdə xüsusi reportajlar verilişidir. Bu dəfə müxbirimiz Babək Bəkir Xocalı faciəsindən bəhs edir. Xocalı faciəsindən 16 il keçir. O faciənin canlı şahidləri deyirlər ki, 1992-ci il fevralın 25-də Dağlıq Qarabağdakı erməni silahlı qüvvələri və Müstəqil Dövlətlər Birliyinin tabiçiliyində olan 366-cı alayın hərbi birləşmələri Xocalı şəhərinə 3 istiqamətdən hücuma keçərək onu yandırıb talan ediblər. Şəhərdə qalıb onu müdafiə etməyə çalışan bütün könüllülər məhv edilib. Qasıb Ağdam şəhərinə sığınmaq istəyən din sakinlər isə elə yoldaca kütləvi qırğına məruz qalıblar. Gəldik meşəyə, meşədə bir dənə yol qalmışdı. Dəhliz saxlanmışdı orada. Hər bir yerdə açışılırdı, amma o yolda birazca elə bir ki, açıq saxlanmış ki, cəmaət elə bilsin ki, yol açıqdır. Cəmaət həmən yola, düz yola çıxanda projektor yandırıldı, BTR-lər başladı keçməyə. Cəmaətin yarısı, o televizorda göstərilir ki, dağın döşündə cəmaət qırılır. BTR-lər yol kəsdi, əhalinin yarısı yolun bir tərəfində qaldı, deməli Ağdam istiqamətdə. Yarısı qaldı Xocalı tərəfdə, Kətin meşəsinin üstündə qaldı, cəmaəti orada qırdılar, əsir tutulanlar da tutdular. Bunu isə həmin vaxtlar Xocalıda tibb bacısı işləyən Səidə Ələkbərova deyir. O hazırda ailəsi ilə birlikdə Pirşağdakı Qızılqum sanatoriyasında məskunlaşıb. Səidə Ələkbərova deməsinə görə Xocalı faciəsində 30-a yaxın qohumunu itirib. Onun özü isə həmin gün əsir düşüb. Əsirlikdə də əsir tutduqları cavanları, qocaları döyürdülər, işgəncə verirdilər. Bunlar öz yerində tutulmuş əsirləri, hansı ki cavan oğlanlarıdır, onların meyitlərin tanklardan, təzlərdən üstündən keçirdilər. Səidə Ələkbərova cəmi 2 gün əsirlikdə qalıb. Ancaq bu 2 gün onun həyatında silinməz izlər buraxıb. Səidə Ələkbərovanın sözlərinə görə əsirlik elə bir həyatdır ki, orada hərə yalnız öz halına acıyır. Əsirlikdə ana oğluna, qardaş bacısına yardım əlini uzada bilmir. İndi də elə Xocalılar var ki, onlar belə bir həyatı hələ də yaşamaqdadırlar. Əsirlikdə olan Xocalılardan tək Səidə Ələkbərova yox, təqribən 80 nəfər elə faciədən 2 gün sonra geri qaytarılıb. Hərbi operator Seydağa Mövsümlü onların Ağdama gəlişini lent alıb. Seydağa Mövsümlü deyir ki, əsirlikdən qayıdan Xocalılar onda Azərbaycan Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin qərəcahında yerləşdirilmişdilər. Onların dırnaqları, ayaq dırnaqlarını çıxartmışdılar. Bir çoxlarının. Onların ayaqlarını donvurmuşdu bir çoxlarının. Ağdam hospitalında və xəstəxanasında onlar kəsildi. Bizim ana bacılarımızın hamısı ayaq yalın oradan gəldi. Təsəvvür edin. Ağızlarından qızıl çiş çıxarılmış, qulaqları cırılmış halda o qızıl sırğalarını çıxartmış, damğa basmış onlara. Təsəvvür edin ki, dəmiri qızdırıb. İndi bir çox qız gəlin utanır bunun və vaxt keçib, faciədən müəyyən il keçib, bir çoxları utanır bunu danışmağa, deməyə. Bunları mən gözümlə görmüşdüm. Qızılqum sanatoriyasında Xocalıdan köçkün düşən insanların heç də hamısı faciə günlərini xatırlamaq istəmir. Hamı dərdinin təzələnməsinə dözmür axı. Deyirlər ki, bu onların dərdinə dərman olmayacaq. Bəziləri isə sadəcə danışmaq iqtidarında deyirlər. Sanatoriyada Şüxəddin adlı yaşlı bir qadın var. Saç ağarıb, beli bükülmüş bu qadından nə soruşursan cavab vermir. O hey siqaret çəkir və sakitcə sanatoriyanın 4-cü mərtəbəsini dolaşırdı. Qonşular deyirdilər ki, o Xocalıda 3 oğlunu itirib.
Onun 3 oğluna birinə bir ad verilmədi ki, o ana öz üçün təskin. Özü də uşaqlıqdan onları yetimçiliklə saxlamışdı. Qızı da yoxdur. Bir dənə gəlini var, 2 dənə də qız nəvəsi. Allah üstümüzü, hamımızın ürəyimiz xəstə. İnci elə ürək dərmanı, ürəyim tadı yoxdur. Bizim o Qaşqın Koma gedən vaxtı onun yanında binalar görürəm. Elə ki, Xan Saraydı, nə bilim də prezident aparatı boyda evlərdi. Nə olar? Biz də insanıq da, bizə də bir 2 dənə otaqlı evdir ki, biz də yaşayaq. Demirəm biz gedən vaxt Allah Quran haqqı mən istəyirəm bu da torpağımızı. Bax piyada, ayaqyalın gedin. Biz də gedən vaxtda verək bax bu Bakıda kirada qalanlara. Nə olur buradakılar da insandır da. Bu körpünüz ad görsün mənim başıma. Mən bu körpü qədər yoxam. Nəyə yaşayıram bu dünyada? 20 ildir mən niyə bu çöllərdə belə əziyyət çəkirəm? Əsirlikdən qayıdan bəzi Xocalılar sonradan intihar ediblər. Onlardan biri də Səidə Ələkbərovanın qaynıdır. Xocalıların hüquqlarının müdafiə komitəsinin rəhbəri Tatyana Çaladze bu faciədən sağ çıxsa da həyatdan küskün bir ananın taleyini bilə nəql edir. Я вам расскажу про женщину, у которой на руках убили 3-летнюю девочку. Mən sizə 3 yaşlı qızı əllərindəcə öldürülən anadan danışım. Bu, Naxçıvanski kəndi yaxınlığında, qaz kəmərinin yanında baş verib. O hadisədən sonra onun qızını dəfn etdilər. Həmin ana 2 dəfə özünü öldürməyə cəhd edib. Qohumları üstünə çıxıb qoymayıblar. Sonra bir molla onunla danışdıqdan sonra o bu cəhdlərdən əl çəkdi. Biz həmin ana ilə söhbət edəndə o deyirdi ki, məni də qızımla öldürüblər. Başa düşürsünüz? Bir sıra rəsmi və qeyri-rəsmi mənbələr Xocalı faciəsi zamanı Azərbaycan tərəfindən 613 nəfərin öldüyünü bildirirlər. Onların heç də hamısı qətlə yetirilməyib. Bəzilərini qaçış zamanı qarda don vurub. Ölənlərin 60-dan çoxunun uşaq olduğu güman edilir. Bundan başqa Xocalı sakinlərindən 490-a yaxının yaralandığı, 1270-dən çoxunun isə əsir alındığı bildirilir. Ancaq bütün bu rəqəmlərin səhəlliyi bir qədər şübhə doğurur. Çünki bəzi mənbələrdə rəqəmlər müxtəlifdir. Xocalı faciəsinə həsr edilən çoxsaylı təhqiqat yazılarının və bir neçə kitabın müəllifi Səriyə Müslümqızı bunun səbəbini araşdırmaların vahid şəkildə aparılmaması ilə izah edir. İndiyənə qədər 16 ildir ki, biz bir dənə rəsmi rəqəm ortalığa qoya bilmirik. Yəni, Respublika Prokurorluğu bir rəqəmi deyir, Müdafiə Nazirliyi bir rəqəmi deyir, Milli Təhlükəsizlik Nazirliyi bir rəqəmi deyir. Bunlar bir ortaq məxrəcə gələ bilməzdilərmi? Səriyə Müslümqızı deyir ki, şəhərin qeydiyyat kitabçası da orada qalıb. Ona görə də əhalinin sayı ilə bağlı dəqiq rəqəm söyləmək xeyli çətinləşib. Şəhər blokadaya düşənə qədər orada təqribən 7000-ə yaxın sakinin olduğu deyilirdi. İşğal ərəfəsində isə bu rəqəmin təqribən 2500-ə endiyi güman edilir. Xocalı şəhərində yerli əhali ilə yanaşı Ermənistandan qaçqın düşən Azərbaycanlıların və Üzbəkistandan qovulan Axıska türklərinin bir hissəsi də məskunlaşıb. Xocalının yerli sakinləri deyirlər ki, əsirlikdə Axıska türklərinə və başqa gəlmələrə qarşı xüsusilə amansızlıqla davranılıb. Şahidlərin sözlərinə görə onlara deyirlərmiş ki, siz Xocalını müdafiə etməyə gəlmişsiniz və bunun cavabını verməlisiniz. Ancaq Azərbaycanda belə fikirlər var ki, Xocalı faciəsi tək milli ədavət zəminində dəyərləndirilməməlidir. Bu faciənin obyektiv və hər tərəfli araşdırılması bütünlükdə o vaxt MDB məkanında baş verən proseslərin öyrənilməsini tələb edir. Tatyana Çaladze deyir ki, bir tərəfdən ermənilərə məxsus bəzi silahlı qüvvələr Xocalı faciəsini törətməklə Dağlıq Qarabağı ələ keçirmək naminə hər şeyə hazır olduqlarını nümayiş etdirirdilər. Başqa tərəfdən də Rusiyadakı bəzi dairələr müstəqilliyə can atan Azərbaycanı bununla cəzalandırmağa çalışırdı. Уже тогда Россия не могла себе позволить. O vaxt Rusiya Azərbaycana müstəqillik verərək nefti əlindən qaçırmaq istəmirdi. Təkcə neft məsələsi deyil, Azərbaycanın geosiyasi mövqeyi də onun üçün əhəmiyyətli idi. Məncə bu qorxunc siyasi oyun idi. Я считаю, это, конечно, была страшная политическая игра. O vaxtlar Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri olan Müsavat Partiyasının başqanı Səqəmbər isə belə dəyərləndirməni o qədər də bitkin hesab etmir. Səqəmbər deyir ki, o vaxtlar Ayaz Mütəllibov hakimiyyətini Rusiya müdafiə edirdi. Xocalı faciəsi Ayaz Mütəllibovun hakimiyyətinə son qoya bilərdi. Bu, necə ki də baş verdi. Rusiya həmin konfliktin dərinləşməsində maraqlı idi həmin mərhələdə. Konfliktin həll olunmaz mərhələyə keçməsində maraqlı idi ki, tərəflər bir araya gələ bilməsinlər, danışıq yolu ilə bu konfliktdən, böhrandan çıxış yolunu tapa bilməsinlər. Çünki Rusiyada artıq dərk olunurdu ki, bu tipli konfliktlər bölgəni nəzarətdə saxlamaq üçün, bölgə ölkələrinə təsir uçaqlarını saxlamaq üçün lazım ola bilər və bu baxımdan konfliktin dərinləşməsi, xalqlar arasında barışmazlıq mühitinin yaradılması baxımından bu operasiyaların ehtiyacı ola bilər.
O vaxtlar prezident olan Ayaz Mütəllibov isə Xocalı faciəsinin baş verməsinin kökünü Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin Hərbi Təhlükəsizlik Şurasına daxil olmamasında axtarır. MDB-nin çərçivəsində fəaliyyət göstərən təzəcə təşkil olunan birgə komandanlığın tərkibinə qoşunlarımızı yazmadıq, yəni ordumuzu yazmadıq. O zaman heç ordumuz da yox idi. Bu da şübhəsiz ki, müəyyən tərəflərin xoşuna gəlmədi və burada biz taktiki nöqteyi nəzərindən bir balaca vəziyyətimizi məhdudlaşdırdıq. Bundan ermənilər istifadə etdilər, 166-cı yıla qoşdular bu işə. Yəni siyasi baxımdan düzgərək o zaman o qədər də kəskin qərarlara deməli hatimiyyədir. O vaxtlar Dağlıq Qarabağda silahlı birləşmələrə rəhbərlik edən şəxslərdən bəziləri indi Ermənistan hakimiyyətində təmsil olunurlar. İstər onlar, istərsə də Dağlıq Qarabağda tanınmayan qurumun rəhbərliyi bu faciənin məsuliyyətini hələ ki öz üzərlərinə götürməyiblər. Ancaq Xocalı faciəsinə Ermənistanda da fərqli münasibət var. Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm. Biz çalışmalıyıq ki, gələcəkdə xalqlarımız arasında belə zorakılıqlar yaşanmasın. Biz əlimizdən gələni etməliyik ki, barışıq prosesi başlasın. Bizim xalqlar dinc yanaşı yaşasınlar. Xocalı bizim tariximizdə çox kədərli bir faktdır. Biz bunu unutmamalıyıq və çalışmalıyıq ki, belə hadisə bir də baş verməsin. Bu Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri Karen Uhancanyan idi. Efirdə xüsusi reportajlar verilişidir. Bu dəfə müxbirimiz Babək Bəkir Xocalı faciəsindən bəhs edir. Xocalı faciəsindən yayınmaq heç olmasa onun miqyasını bir qədər azaltmaq olardımı? 16 ildir bu suala Azərbaycanda ən müxtəlif səviyyələrdə cavab axtarılır. Ancaq hələ də həmin sual aktuallığını saxlayır. Bu illər ərzində Azərbaycanda 2 dəfə hakimiyyət dəyişib və bu faciənin araşdırılması qarşılıqlı siyasi ittihamlardan irəli getməyib. Xocalı işi ilə bağlı istintaq materialları ilə tanış olan vəkillərdən Yavər Hüseynli deyir ki, faciənin obyektiv araşdırılması, müqəssirlərin ədalət mühakiməsinə verilməsi unudulduğu halda diqqət daha çox Azərbaycan tərəfinin məsuliyyətinin müəyyən edilməsinə verilib. Yavər Hüseynli faciənin obyektiv və hərtərəfli araşdırılmasında Azərbaycan tərəfinin məsuliyyətinin müəyyən edilməsinin əhəmiyyətini istisna etmir. Ancaq o deyir ki, bu məsuliyyətin müəyyən edilməsi siyasi maraqlarla qarışdırılmamalıdır. Onsuz da qanunlarda vətəndaşların təhlükəsizliyinə görə hakimiyyətin məsuliyyət daşıdığı yetərincə təsbit olunub. Xocalı faciəsinin şahidləri isə fəryad edirlər ki, o vaxt köməksiz qalmışdılar. Kömək olmadı. Səhər fevral ayının 26-sında saat 11-12 radələrində bizi əsir tutdu ermənilər. Əgər kömək gəlsəydi, biz əsir düşməzdik. Kömək olmadı. Qatır Məmmədin dəstəsi köməyə gəlmişdi, bəzi şəxsi dəstələr gəlmiş köməyə. Dövlət tərəfindən qoşun gəlmədi köməyə. Ağdamdan biz gözləyirdik, Xocalı cəmaatı gözləyirdi köməyə. Faktiki gəlmədi o kömək. Dövlət səviyyəsində kömək gəlmədi. Dövlət səviyyəsində kömək gəlsəydi, ordu gəlsəydi, meşədə olanların heç olmasa bir 70% sağ-salamat qaydası idi. Müsavat Partiyasının başqanı Səqəmbər deyir ki, o vaxtki hakimiyyət 2 yoldan birini seçməyə borclu idi. Ya Xocalının müdafiəsi təmin edilməli, ya da dinc əhali oradan çıxarılmalı idi. Faciədən 3 ay əvvəl isə Xocalı şəhəri ilə demək olar ki, hava əlaqələri də kəsilmişdi. Rəsmi məlumatlara görə 1991-ci il noyabrın 20-sində Qarakən səmasında vertolyot vurulduqdan sonra Azərbaycan hakimiyyəti yalnız bir neçə dəfə Xocalıya uçuş təmin edə bilmişdi. Qarakən səmasında vurulan vertolyotda isə Daxili İşlər Naziri Məhəmməd Əsədov, Baş prokuror İsmət Qayıbov, Prezident aparatı mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev və daha 16 şəxs həlak olmuşdu. Xocalının blokadası ilə bağlı təsəvvürləri həmin günlər bu şəhərdə olan Amerikalı jurnalist Thomas Goltz'un qeydləri də çox zənginləşdirir. Thomas Goltz yazırdı. Xocalıda telefonlar işləmirdi. Orada heç nə işləmirdi. Elektrik enerjisi, yandırmaq üçün nefti yox idi. Axar su gəlmirdi. Kənar dünya ilə Xocalını birləşdirən yalnız hər səfərində təhlükə ilə üzləşən vertolyot idi. Xocalının ətrafdan təcrid olunması gecə düşdükcə daha çox hiss olunurdu. Səhər isə hərəkətsiz bir yerdə dayanmış insanları görürdüm. Ətrafda vaxt keçirmək üçün nə çayxana, nə də restoran var idi. Bizdə işlək təəssüratı yaradan parça mağazasında kök satıcı qız idi. Mən onunla yenə rastlaşdım. Fevralın 26-sı.
O mənim lentə aldığım insan cəsədlərinin arasında uzanmışdı. Thomas Goltzun qeydlərinə yenə qayıdacağıq. Bu vaxtlar Azərbaycan parlamentində yaradılan Deputat İstintaq Komissiyasının rəhbəri Ramiz Fətəliyev deyir ki, faciə ərəfəsində prezident yanında keçirilən Təhlükəsizlik Şurasının toplantısında blokadada qalan Xocalıdan dinc əhalinin köçürülməsi müzakirə edilmişdi. Onlar yanlış deyiləni belə o anlaşılmazlıq baş verdi. Orada deməli bunlar siyasət kimi başa düşmədilər. Bunlara kimsə yerilmiş deyə özləri öz başına yerilmişlər. Qalançıqlara bunlar belə qərar çıxartdılar ki, deməli biz bu Xocalı cəmaatını oradan evakuasiya eləsək, onda faktiki olaraq biz özümüz təxribatçı kimi belə çıxacaq ki, özümüz o şəhəri boşaldıq, erməniləri salırıq o şəhərə. Biz getsək, onda ermənilər gələrlər. Amma biz o şəhərdən gelməsək, ermənilər heç vaxtı cürət edib oraya girməzlər. 1992-ci il fevralın 20-si, yəni faciədən 5 gün əvvəl prezident yanında keçirilən Təhlükəsizlik Şurasının protokolları ilə tanış olarkən isə Xocalının köməksiz qalmasının səbəbləri daha çox aydınlaşır. Həmin gün Təhlükəsizlik Şurasında qəbul edilən 10 qərardan biri də blokadada qalan bu şəhərin birbaşa müdafiəsinə yönəlməmişdi. Qərarların birində isə oxuyuruq. Prezident Ayaz Mütəllibovun xalqa müraciətinin əsas müddəalarının geniş təbliği üzrə işlərin sürətləndirilməsini, ölkə rəhbərliyinin siyasi xəttini dəstəkləyən vətəndaşların məktublarının mətbuatda daha geniş işıqlandırılmasını təmin edək. İndi də o vaxtlar Azərbaycan prezidenti olan hazırda Rusiyada mühacirət həyatı yaşayan Ayaz Mütəllibovu işlək. Bilirsiniz, bu qəhrəmanlıq deyil, əhalini oradan götürmək, ərazini boşaltmaq və təhvil vermək. Bu qəhrəmanlıq deyil. Əhali qalmalıdır, əhali mübarizə aparmalıdır, hökumət də buna xidmət edib, kömək etməlidir. Ancaq Deputat İstintaq Komissiyası Xocalıdan dinc əhalinin çıxarılmasının məsuliyyətini tək başda prezident olmaqla Təhlükəsizlik Şurasının üzərinə qoymayıb. Ramiz Fətəliyev deyir ki, o vaxtlar Müdafiə Naziri Şahin Musayevin Qarabağdakı nümayəndəsi Fəhmin Hacıyev də Xocalıdan əhalinin çıxarılmasına borclu idi. Bilirsiniz, Fəhmin Hacıyevin ən böyük günahı nədədir? Bunun yanına bir neçə çoban gəlmişdi. Deməli, çobanlar bir sürü inəkləri çıxartmışlar Xocalıdan. Və o çobanlar 4-5 nəfər gəlmişlər Fəhminin yanına ki, belə bir yol var. Rast biz inəkləri çıxartdıq, deməli, cəmaət də keçə bilər orada. Fəhmin Hacıyev isə ona qarşı irəli sürülən bu iddiamı əsassız sayır. Əhalinin evakuasiyası birbaşa prezidentin səlahiyyətində olan məsələ idi o dövrki qanunlara görə. Əgər prezident noyabr ayında fərman verərək, əhalinin çıxarılmasına qədər fərman vermiş olsaydı, iki hadisə baş verəcəkdi. Birincisi, yenə prezidentin istifası qoyulacaqdı, müdafiə etmirsən, əhalini çıxardırsan, qaçırsan. İkinci məsələ, fərman verib, icra olunmasaydı, çünki icra olunmaq üçün Azərbaycanda belə ciddi hərbiləşdirilmiş qüvvə yox idi. Yenə faciə baş verərdi, yenə prezident məsuliyyət daşıyacaqdı. O dövrdə mənə görə bu məsələ üçün qərar vermək o qədər də asıl məsələ deyildi. Amma hər halda noyabr ayında əhalinin çıxarılması fevral ayındakından daha çox atandı idi. Hər halda o vaxt nə dinc əhali Xocalıdan çıxarıldı, nə də şəhərin blokadadan çıxarılması üçün keçirilən əməliyyatlar uğur verdi. Fəhmin Hacıyev deyir ki, bir neçə dəfə Əsgəran istiqamətindən Xocalı yolunun açılması üçün əməliyyatlar keçirilmişdi. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ üzrə komandanın Tahir Əliyevin rəhbərliyi ilə keçirilən bu əməliyyatların heç biri nəticə verməmişdi. İndi Tahir Əliyev bu məsələlərdən danışmaq istəmir. Fəhmin Hacıyev isə deyir ki, o əməliyyatların uğursuzluğunun başlıca səbəbi həmin vaxt Azərbaycan Silahlı Qüvvələrinin lazımi gücdə olmaması idi. Üstəlik Fəhmin Hacıyev deyir ki, Xocalı faciəsi ərəfəsində Ağdamdakı silahlı birləşmələrdən bir çoxu ən müxtəlif istiqamətlərə göndərilmişdi. Ona görə də Xocalının müdafiəsinə lazımi vaxt göndərilə biləcək yetərli qüvvə yox idi. Yəni aynı 24-də artıq Ağdamda axşam nəinki Xocalını, hətta Ağdamı müdafiə edildi, heç mərzəm qalmamışdı. Hamısı geri çağırılmışdı. Bunları geri çağıran mən değildim. Bunları çağıran ya Müdafiə Naziri idi, ya Daxili İşlər Naziri idi və yaxud da ayrı-ayrı yüksək vəzifəli şəxslər idi. O vaxtlar Daxili İşlər Naziri işləyən Tofiq Kərimov artıq vəfat edib. Müdafiə Naziri əvəzi Şahin Musayev isə mühacirətdədir. Ancaq onda Xocalı tək Ağdamdan yox, Şuşadan da kömək umurdu.
Elə deputat istintaq komissiyasının rəyində də Xocalının müdafiəsiz qalmasının səbəblərindən biri kimi Şuşadan ora kömək edilməməsi göstərilir. O günlər Şuşanın hərbi komendantı olan Rəhim Qaziyev eşidək. Burada qərəz vardı. Rəhim Qaziyev böyür üstü yatır orada. Vallah, bax, inan Allaha, mənim onda özümün qabaqda yerimə imkan olsaydı, mən gedərdim. Amma mən orada uşaqları real ölümə özüm oturub başqalarını göndərənməzdim. Rəhim Qaziyevin sözlərinə görə Xocalı faciəsi ərəfəsində yaralandığından hərəkət edə bilmirmiş. Deputat istintaq komissiyasının rəyinə görə o vaxtlar faciədən daha bir çıxış yolu olub. Komissiyanın sədri Ramiz Fətəliyev deyir ki, Azərbaycan hakimiyyəti faciə ərəfəsində Xocalıya vertolyotlarla hərbi qüvvə və sursat çatdıra bilərdi. Ancaq Ramiz Fətəliyevin sözlərinə görə Ayaz Mütəllibov onlara deyib ki, Xocalıya hərbi sursat daşınarsa, erməni tərəfinin daha da aqressivləşəcəyindən ehtiyatlanıblar. Hər halda nə o vaxtlar Azərbaycan prezidenti olan Ayaz Mütəllibov, nə də bir başqa məsul şəxs Xocalı faciəsində özünün məsuliyyətini görmür. Əksinə Ayaz Mütəllibov deyir ki, Xocalının nicatı Azərbaycanda yox, Moskvadaydı. Xocalı məsələsini biz vaxtilə tələsmədən diplomatik şəkildə müdafiə etməliyik. Çünki Dağlıq Qarabağ ərazisində yerləşən qəsəbə idi bu. Bizə bilməliydik ki, Rusiyanın orada mövqeyi olmadan biz ora soxula bilmirdik, bilirsiniz. Belə bir imkan yox idi. Çünki bizim ordumuz yox idi. Ordu yenicə təşkil olunurdu. Ancaq Müsavat Başqanı Səqəmbər də deyir ki, Azərbaycanı gücsüz edən elə Ayaz Mütəllibovun özü idi. Yadınızdadır ki, biz xalq hərəkətindən gələn demokratik qüvvələrin nümayəndələri olaraq parlamentdə milli ordunun yaranmasını tələb edirdik. Hakimiyyət nümayəndələri buna ehtiyac olmadığını tələb edirdilər. Biz müstəqilliklə bağlı, ölkənin öz problemlərini özü həll etməsi ilə bağlı təkbərlər sürürdük, hakimiyyətlərləri bunu ləngidirdilər. Bütün bunlar sizin yadınızdadır. Yəni o hakimiyyətin ölkənin problemlərini həll etməyə siyasi iradəsi yox idi. Əsas problem buydu. Siyasi müşahidəçilər hesab edirlər ki, o dövrdə Azərbaycanda bir növ xaos hökm sürüb. Bu xaosun elementləri isə təkcə bəzi qüvvələrin müstəqilliyə can atması, bir başqalarının isə bunu əngəlləməsindən ibarət deyildi. Belə fikirlər var ki, həm də o dövr Azərbaycanda hakimiyyət mübarizəsi çox qızğın şəkil almışdı. Əslində belə dəyərləndirmələrə keçmiş prezident Heydər Əliyevin hakimiyyəti dönəmində parlamentin Xocalı faciəsi ilə bağlı qəbul etdiyi qərarda da rast gəlmək olur. Həmin qərarda Xocalı faciəsinin məsuliyyəti tək Ayaz Mütəllibov hakimiyyətinin üzərinə qoyulmayıb. Orada eyni zamanda Azərbaycan Xalq Cəbhəsinin də bəzi simalarının məsuliyyətindən bəhs edilir. Xocalı faciəsinə görə Azərbaycanda yalnız bu günə kimi bir şəxs mühakimə edilib. Müdafiə naziri əvəzinin. Xocalı faciəsindən təqribən bir həftə əvvəl Qarabağa izam edilən nümayəndəsi Azərbaycan Xalq Cəbhəsinin fəalı Fəhmin Hacıyev. O da Avropa İnsan Hüquqları Məhkəməsindən bəraət alıb. Fəhmin Hacıyev deyir ki, o vaxtlar Azərbaycan Xalq Cəbhəsi iki istiqamətdə fəaliyyət göstərirdi. Bir tərəfdən onlar müstəqilliyə, başqa tərəfdən də Dağlıq Qarabağın müdafiəsinə çalışırdılar. Ancaq Fəhmin Hacıyev də deyir ki, o vaxt hakimiyyət davası Qarabağın müdafiəsinə problemlər yaradırdı. Hətta cinayət materiallarında belə bir fakt var ki, o dövrdə Ağdam şəhərində bir neçə vəzifəli və zəngin insanlara təbliğat aparıblar və telegramlar vurublar. Heydər Əliyevin adına ki, biz burada siz Azərbaycanın başına gəlməyənə qədər döyüşməyəcəyik. Və çox təəssüflər olsun ki, o dövrdə Naxçıvandan bir qrup adam Qarabağa gəlib insanların Heydər Əliyevin hakimiyyətə gətirilməsi istiqamətində təbliğat alınmasını təşkil edirlərdi. Heydər Əliyevin o dövrki komandasının apardığı pozusuzluq fəaliyyətinin mənim adıma yazıb ittiham verilməsinin heç bir əsası olmadığı da yenidən Avropa məhkəməsində sübuta yetirir. Avropa məhkəməsi açıqsa yazır. Siyasi məqsədlər üçün həbs edilmiş və cəzalandırılmışdır. Fəhmin Hacıyev deyir ki, faciə ərəfəsində Xocalı şəhər icra hakimiyyəti başçısı Elman Məmmədovun da Naxçıvana Heydər Əliyevlə görüşə getməsi təsadüfi deyil. Ancaq Elman Məmmədov isə deyir ki, o Naxçıvana faciədən 3 ay əvvəl gedib. Məqsədi də Heydər Əliyevlə görüşmək yox, Xocalıların fəryadını Naxçıvan Ali Məclisinə çatdırmaq olub. Mən orada da o həyəcan təbirini bir daha çatdım ki, biz bütün rəhbərliyə sözümüzü çatdırırıq. Eyni zamanda Naxçıvana gəlməyəndən istifadə edib, siz də deputatsınız, siz də Ali Məclissiniz, siz də bu xalqı təmsil edirsiniz. Sizə də dərdimizi deyirəm ki, Xocalı fəlakət qarşısındadır, faciə qarşısındadır. Kömək eləmək lazımdır bizə. Bizim fikirlərimizi siz də çatdırın rəhbərliyə. Belə yoxdur məsələ.
İlman Məmmədov deyir ki, faciə ərəfəsində Bakıya da bir neçə dəfə gedərək vəziyyəti ölkə rəhbərliyinin diqqətinə çatdırmağa çalışıb. Təəssüf ki, onun harayına yetərli diqqət verilməyib. Deputat İstintaq Komissiyasının materialları arasında o vaxtlar Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri və Milli Məclisin sədr müavini olan Tamerlan Qarayevin də Respublika rəhbərliyinə ünvanlanan müraciətləri var. Həmin vaxt Ağdamda olan Tamerlan Qarayev də o müraciətlərdə Xocalının fəlakət qarşısında olduğunu bildirirdi. Hazırda Hindistanda səfir işləyən Tamerlan Qarayev indi deyəsən o günlərə qayıtmaq istəmir. Hər halda dəfələrlə müraciət etməyimizə baxmayaraq, Xocalı faciəsi ilə bağlı bizimlə söhbət etməyə vaxt ayırmadı. Efirdə xüsusi reportajlar verilişidir. Bu dəfə müxbirimiz Babək Bəkir Xocalı faciəsindən bəhs edir. Xocalıda faciə baş verəcəyi gözlənilirmiş. Ancaq onun qarşısı alınmayıb. Üstəlik, kütləvi insan tələfatının baş verdiyini gizlətməyə çalışıblar və ilk günlər bunu bacarıblar. Bunu o vaxtki qəzetlərdən də çox aydın şəkildə görmək olur. 1992-ci il fevralın 27-sində rəsmi Xalq qəzetində Prezidentin mətbuat xidmətinin məlumatı dərc olunub. Həmin məlumatda oxuyuruq. Fevralın 26-sına keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulub. Zirehli texnikaların böyük qüvvələri ilə şəhərin üzərinə hücuma keçilib. Atəş və hücumlar dünən bütün gün ərzində davam edib. Nəticədə aeroport dağıdılıb, evlər yandırılıb, yaralananlar var. İlkin məlumatlara görə 2 sakin həlak olub. Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri saysız hesabsız hücumları dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Hüzumsuz itkilərin qarşısını almaq üçün əhalinin qismən köçürülməsi təşkil edilib. Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli xəbərlər həqiqət deyil. İndi görək o vaxtlar Prezidentin mətbuat xidmətinin rəhbəri olan Rasim Ağayev həmin məlumatda kütləvi insan tələfatının, həm də Xocalının işğalının qeyd edilməməsini necə izah edir? Məlumatda çaşqınlıq var idi. Mən sizi dəvət edirəm ki, o vaxtın vəziyyətini yada salasınız. Çünki onda faktiki olaraq Azərbaycan izolyasiyada idi. O informasiya və siyasi izolyasiyada idi Azərbaycan. Və buna baxmayaraq o cür şəraitdə əlimizdən gələni elədik. Ancaq onu da deyim ki, Xalq Cəbhəsinin liderləri onda və onun yanında olan elə bəzi xadimlər çalışırdılar ki, bunu hakimiyyət dairələrinin əleyhinə yönəltsinlər. Bu var idi. Məlumatı yaymaq yox, məlumatı şirkin fikirlərlə iktidarda olan şəxslərin əleyhinə yönəldirlər. Rasim Ağayevin sözlərinə görə hadisədən sonra başda Çingiz Mustafayev olmaqla çəkiliş qrupunun faciə yerinə onlar göndəriblər. Əgər faciəni gizlətmək istəsəydilər, heç ora çəkiliş qrupu göndərməzdilər. O vaxtlar ölkəyə rəhbərlik edən Ayaz Mütəllimov da deyir ki, ilk günlər baş verən hadisələrin təfərrüatından xəbərsiz olub. O zaman nə müxalifətin xəbəri var idi, nə iktidarın xəbəri var idi. 27-si biz ona vertolyotu göndərdik. O da deməli Qafqaz Müdafiə Dairənin generalı ilə mən danışdım ki, vertolyotumuz yoxdur. Faciə baş veribdi. Xocalıda bizə də 2 dənə vertolyot göndərdilər. Biz onu dərhal göndərdik Ağdama. Orada xarici müxbirlər vardı və eyni zamanda Çingiz də oradaydı. Onlar mindib getdi, gedib çəkdilər. Ondan sonra məlum oldu ki, neçə nəfər orada həlak oldu. Ondan əvvəl mən bilmirdim, mən deyə də bilməzdim ki, 1 nəfər və yaxud 2 nəfər. Və mən bilsəydim ki, bu qədər adam həlak olur, mənim nəyimə lazım idi ki, cəmaatı aldadım. Onsuz da bilinəcəkdir. Ancaq elə Deputat İstintaq Komissiyasının araşdırmalarına görə faciədən dərhal sonra bəzi dövlət rəsmilərinin Xocalıda kütləvi insan tələfatının baş verdiyindən xəbərlər olub. Hər halda Rasim Ağayevin sözlərinə görə, o vaxtlar Azərbaycanın güc nazirlərindən biri komissiya ifadəsində deyib ki, Prezidentin halının xarablaşacağından ehtiyat edib, kütləvi insan tələfatını ondan gizlədib. Belə bir ifadənin olduğunu komissiya üzvləri də təsdiqləyirlər. Ancaq həmin güc naziri artıq vəfat etdiyindən biz bu ifadənin üzərində dayanmırıq. Ancaq bir başqa məqamda faciədən dərhal sonra kütləvi insan tələfatından o vaxtki dövlət rəsmilərinin bəzilərinin xəbərdar olduğunu göstərir. Müdafiə Nazirliyinin hərbi operatoru Seydağa Mövsümlü fevralın 26-sı Bakıdan Ağdama, oradan da Xocalıya gedərək Azərbaycan tərəfindən hamıdan tez kütləvi insan tələfatını lent alıb. Seydağa Mövsümlü deyir ki, o məhz Müdafiə Nazirliyindən verilən göstəriş əsasında faciə zonasına yola düşüb.
Onun bu səfərini deməsinə görə Ağdamda Azərbaycan Xalq Cəbhəsinin yerli təşkilatının sədri, batalyon komandiri mərhum Allahverdi Bağırov təşkil edib. Sidağa Müfsünlü deyir ki, Allahverdi Bağırovun erməni tərəfi ilə danışıqlarından sonra ona faciə yerinə keçməyə imkan verilib. Biz artıq gəlib Əskəran körpüsünün yanına çatanda mən gördüm Əskəran körpüsünün altında 30'a yaxın bizim soydaşlarımızın meyitlər var idi. Bunların içində ağsaqqal idi, balaca uşaqlar idi, ağbirçəklər idi, əskərlər də var idi. Və təsəvvür bunlar mənə nəzarət edirdi deyə mən çox şeyi də lentalanmırdım. Həm də götürdüyüm kumulyatorlar, yəni cərəyan verici kamera üçün onlar da kiçik həcmli idi. Və onları doldurmaq üçün bir də kim idi? Mənə icazə verən ki, mən Ağdama qayıdım. Müşkül məsələ idi. Ona görə mən ehtiyatla çəkirdim və biz aşağı düşdükdə mən dəhşətə gəldim. Yerdə yüzlərlə meyitlər var idi. Ağsaqqal, ağbirçək, uşaq. Sidağa Müfsünlü deyir ki, indiyə qədər Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin çəkilişə niyə icazə verdiyinin səbəbi ona dəqiq məlum deyil. Onun fikrincə erməni hərbçiləri ya Allahverdi Bağırovdan ehtiyat edib buna icazə veriblər, ya da özləri çəkilişdə maraqlı olurlar. Azərbaycanlılar qorxsun ki, bax sizi belə eləyərik, bu cür əzərik. Bu bir növ mənəvi zərbə idi bizim Azərbaycan xalqına. Təsəvvür edirsiniz ki, o mənəvi zərbədən sonra bizim bir çox rayonlar boşaldı. Xalq özünə gələ bilməmişdi bu faciədən. Xalq şok içində idi. Fevralın 26-sı Amerikalı jurnalist Thomas Coles da faciə qurbanlarını lent ala bilmişdi. Biz yenə onun qeydlərinə qaydırıq. Mən tanış sifətlər axtarırdım və mənə elə gəlirdi ki, onları gördüm, ancaq əmin deyildim. Gözündən vurulan bir meyidin gənc baytar olduğu deyilirdi. Meyidlərin bəzilərinin başlarında saçları yox idi. Mərhum jurnalist milli qəhrəman Çingiz Mustafayev isə hadisədən yalnız 2 gün sonra Azərbaycan hakimiyyətinin səyi ilə hadisə yerinə yollanaraq Xocalı faciəsinin qurbanlarını lent almışdı. O vaxtlar Azərbaycan parlamentində də elə Çingiz Mustafayevin çəkdiyi görüntülər yayınlanmışdı. Üzünü qaldı. Qaldır üzünü. Xocalı faciəsi qurbanlarının görüntüləri yayınlanan parlamentdə də Prezident Ayaz Mütəllibovun istifa ərizəsi qəbul olundu. Onda parlamentin qarşısına yığılan 10 minlərlə insan da prezidentdən belə bir addım atmağı tələb edirdi. 1992-ci ilin mayın 15-də isə Azərbaycan parlamentində deputat istintaq komissiyasının rəyi açıqlandı. Həmin rəydə Ayaz Mütəllibovun qəsdən məsuliyyətsizliyə yol vermədiyi bildirildi. Nəticədə Ayaz Mütəllibov yenidən prezidentlik kürsüsünə gətirildi. Ancaq bu dəfə o həmin kürsüdə cəmi bir neçə saat qala bildi. Həmin gün hakimiyyətə Azərbaycan Xalq Cəbhəsi bir il sonra isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev gəldi. Ancaq aradan 16 il keçməsinə baxmayaraq, Xocalı faciəsinin istintaqı hələ də yekunlaşmayıb. Bu istintaqı indi hərbi prokurorluq aparır. Orada iş Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutulan 103-cü maddəsi ilə tövsif edilir. Xocalı işi Qaradağlı, Meşəli, Bağanısı ayrım faciələri və bir neçə terror hadisələri ilə bir icraatda birləşdirilib. Prokurorluğun mətbuat xidməti bildirir ki, bu ümumi iş üzrə 268 təqsirləndirilən şəxs barəsində həbs və axtarış elan edilməsi təmin edilib. Hazırda cinayət işi üzrə intensiv əməliyyat tədbirləri davam edir. Başqa hər hansı əlavə məlumat isə verilmir. 1995-ci ildə Xocalı faciəsi ilə bağlı aparılan məhkəmədə isə yalnız Fəhmin Hacıyev həbs edilmişdi. Fəhmin Hacıyevin vəkili Yavər Hüseynli deyir ki, həmin məhkəmə istintaqı sifariş əsasında bir tərəflə aparılıb. Məqsəd isə Xocalı faciəsinin məsuliyyətini yenicə devrilmiş Azərbaycan Xalq Cəbhəsinin üzərinə atmaq olub. Vəkilin sözlərinə görə, əgər mövcud hakimiyyət onda özünə siyasi kapital toplamağa çalışmırsa, indiyə qədər Xocalı faciəsini obyektiv araşdırıb əsl müqəssirlərin mühakiməsinə nail olmalıydı. Yavər Hüseynli hesab edir ki, onda hakimiyyəti yalnız Xalq Cəbhəsinin məsuliyyəti maraqlandırıb. Nə Rusiyada, nə də Ermənistanda bəzi qüvvələrin məsuliyyəti yada salınmayıb. Başqa tərəfdən bunun üçün istək olmalıydı, maraq olmalıydı ki, həmin şəxslərin konkret hansı cinayətləri törətməsi faktı ciddi şəkildə sübutlarla təsdiq olunsun. Digər tərəfdən də
Deyim ki, burada hakimiyyətə gələn həmin qüvvələr Rusiya ilə də münasibətlərin korlamaq istəmirdilər. Rus hakimiyyətləri möhkəmlətmək üçün mən açıq deyirəm, həm Rusiya ilə, həm də ki, Ermənistan tərəfindən də müəyyən normal münasibətlər yaratmaq istəyir. İstintaq bir yana, Azərbaycanda belə bir fikir var ki, bu 16 ildə Xocalı faciəsi dünyaya yetərincə çatdırılmayıb. Bunu Azərbaycanda tək bəzi siyasi müşahidəçilər yox, elə əksər sadə insanlar da deyir. Dünya miqyasına çatdırmaq olardı ki, belə bir hadisə baş verir və bu hadisənin səbəbkarları indiyə qədər azadlıqdadır. Birincisi, onun gərək Respublika matəm günü elan etmək olardı. İkincisi, bununla əlaqədar ildə tək ölkə daxili yox, hətta xaricdə də böyük miqyaslı bir mərasimlər keçirilmək olardı. Unutqanlıqdır, nədir, nə bilim, deyəm mənəm deyil. Türkiyədə heç soyqırımı olmayıbdı. Səs salıblar bütünlüyə. Niyə bir səs salmayaq? İstiqamətlənmiş şəkildə bağlanmalıyıq. Yəni bir mərkəzdən idarə olunmuş sistemdə ancaq şaxəli, çox hər tərəflə pərakəndə sayılmırdı o. Onu faciə kimi dünyaya tanıtmaq lazımdır. Əfsuslar olsun ki, elə bir irəliləyiş görmürəm mən. Çünki ancaq bu ərəfədə bu hadisə yenidən televizorlar, ekranlara gəlir, yəni belə deyək, gündəmə düşür və o ərəfə qutarınca artıq başlanır, hər şey unuduldu, hər şey yaddan çıxdı. Azərbaycan hakimiyyəti Xocalı faciəsini soyqırım kimi dəyərləndirir. Hərçənd ölkə parlamenti bununla bağlı qanun yox, sadəcə qərar qəbul edib. Faciənin hər il dönümündə də bu məsələ gündəliyə gətirilir. Bu ildə bu üzdən ötən illərdən fərqlənmədi. Əgər biz qəbul eləmişiksə ki, Xocalıda soyqırım hadisəsi törənibdir. Demək, Xocalı soyqırımına, genosidə məruz qalmış şəhərdir, rayondur. Belə olan halda mən xahiş edərdim, bir məsələ haqqında fikirləşək. Xocalı sakinlərinə soyqırımına, genosidə məruz qalmış şəxs statusu verilməsi haqqında biz fikirləşək. Bunu parlamentin son müzakirəsində millət vəkili Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məmmədov deyib. O həmçinin parlamentdə təklif edib ki, hər il Azərbaycanda fevralın 26-sı qeyri-3 günü elan edilsin. İlman Məmmədov deyib ki, son bir neçə ildə prokurorluq orqanları faciə ilə bağlı 2000-dən çox Xocalı sakininin ifadəsini dinləyib. Onların da bir çoxu əsirlikdən qayıdan insanlardır. İlman Məmmədovun sözlərinə görə həmin ifadələrin bir çoxunda Ermənistanda hakimiyyətdə olan bəzi şəxslərin zorakı əməlləri ilə bağlı ittihamlar var. Bu da onun fikrincə Azərbaycana məhkəmə orqanlarına müraciət etmək üçün əsaslar verir. Yeni Azərbaycan Partiyası icra katibinin müavini millət vəkili Əli Əhmədov isə təklif edib ki, parlament öz nüfuzundan istifadə edib həm Xarici İşlər Nazirliyi, həm də Birləşmiş Millətlər Təşkilatı qarşısında 26 fevralın soyqırım günü kimi tanınması məsələsini qaldırmalıdır. Belə bir addımın atılması güman edirəm ki, ən azından ona görə lazımdır ki, dünyada təcavüzkarlığa qarşı və təcavüzkara qarşı dünya icmasının səylərinin birləşdirilməsinə sanki bir təkan verə bilərdi, bir siqnal ola bilərdi, bu işə öz köməkliyini göstərə bilərdi. Parlamentdəki müzakirələrdə Xocalı faciəsi ilə bağlı belə ən müxtəlif təkliflər səslənsə də hər hansı bir qərar qəbul edilməyib. İndi danışmaqda təklif ki, bir başları da ağrımır da bunlar. Bu bir millət qırılıb da, sən özün tanı, bəlkə bir başqa devlətdə tanıyacaq. Bunu isə Xocalıdan olan məcburi köçkün Sevdə Xanlarova deyir. il əvvəl blokadada qalan Xocalılar Azərbaycan hakimiyyətindən kömək gözləyirdilər. Çünki hər saat, hər an fəlakət yaxınlaşırdı. Onda Xocalılara kömək gəlmədi. Xocalılar indi də gözləyirlər. Bu dəfə isə onlar ehtiyacdan xilas olmaq istəyirlər. Bir iş vermirsən, güc vermirsən. Bir demirsən görün bu insan nə ilə yaşayır, nə ilə dolanır. Bu 4 şirvan yarım bizə yemək xərci verirlər. Bunların bir insan yaşayır bir ay. Dözümlü xalqıq, hər şeyə dözür. Yenə dözmüşük, dözəcəkdir. Biz elə hamı birləşsin bizim torpağımızdan. Gündən hər il Allah qoysa gələn gedir, bu il gedir, o bir il gedir. Nə vaxt qədər? Getmirsə biz də insan kimi yaşamaq bizim də haqqımız, hüququmuz var. Nə olub şəhərin gözəlliyi qədər bizim yaşamağımız lazım deyil. Bizə də bir şərait yarasın, biz də yaşayalım.